Məhəmməd Əmin Rəsulzadə Azərbaycan əhalisinə müraciətində bildirir ki, azadlıqda qalan millətlərin və məmləkətin vilayətlərinin də nümayəndələri təmsil olunacaq yeni parlament yurdumuzun sahibi olacaq. Onun müqəddəratını hər hökumətini təşkil və mənafeyini müdafiə edəcək. 1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynəddin Tağıyevin Qızlar Məktəbinin binasında hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi. Müsavat fraksiyasının təşrifi ilə Əlimardan bəy Topçubaşov, parlamentin sədri Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris Sülh konferansına yola düşmüş Əlimardan bəy Topçubaşov səfərdə olduğu parlamentin fəaliyyətinə Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında Fətəli Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərarı alındı. Yeni hökumətin təşkili yenidən Fətəli Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-sında Fətəli Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və Fətəli Xoyskinin təşkil etdiyi hökumətə ehtimat göstərdi. Azərbaycan parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin bütün xalqımızın ilk Azərbaycan parlamentində ermənilərə 21, ruslara 10 yer ayırmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. İşdə fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə vahid və bölünməz Rusiyanın parçalanmasına yol açdığı üçün Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı. Azərbaycan parlamenti boykot etmək barədə qərar qəbul etdi. Lakin Azərbaycanda yaşayan Rus Slavyan əhalisinin təzyiqi ilə sonralar Rusiya Milli Şurası həmin qərarı ləğv etməyə məcbur oldu. Həmin dövrdə Azərbaycanın müstəqilliyi ilə barışa bilməyən ermənilər də Rus Milli Şurasını müdafiə etdilər və 2 aydan çox müddət ərzində parlamentin icrasında iştirak etmədilər. Parlamentə qatıldıqdan sonra isə həmişə Azərbaycan dövlətçiliyinə xəyanət mövqeyində çıxış etdilər. Bundan əlavə ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafeyini ümummilli mənafeydən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku yoxsulların mənafeyini müdafiə etmək pərdəsi altında müntəzəm olaraq Azərbaycanın Sovet Rusiyasının birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş. Nəhayət Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi. Bununla belə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları, qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusilə parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximizi 2 dövrə ayrılır. Birinci dövr 1918-ci il mayın 27-dən noyabrın 19-na kimi davam etmişdi. Bu 6 ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman türk nümayəndələrindən ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. İlk parlamentimizin 1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi istiqlal bəyannaməsini qəbul etmişdi. Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə Qafqaz canişinin iqamətgahında elan etdiyi istiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentimizin ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır. Milli Şura dövründə Azərbaycan parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclas keçirilmişdi. İlk iclas 1918-ci il mayın 27-də Tiflisdə, son iclas 1918-ci il noyabrın 19-da Bakıda keçirilmişdi. Mayın 27-sində Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-sində isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq müəssisələr məclisi çağırılmaq şərti ilə bütün qanunverici və icra edici hakimiyyəti müvəqqəti hökumətə vermişdi. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-sində Bakıya köçürüldükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-sında öz fəaliyyətini yenidən bərpa etmişdi.
Noyabrın 9-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssisələr Məclisinin geniş tərkibli Azərbaycan parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə Azərbaycan parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu Milli Şura dövründə Tiflisdə, Gəncədə, Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövrü və Bakı dövrü 1918-ci il dekabrın 7-sindən 1920-ci il aprelin 27-sinə dək cəmi 17 ay davam etmişdi. İlk iclas 1918-ci il dekabrın 7-sində, son iclas 1920-ci il aprelin 27-sində keçirilmişdi. Bu dövrdə parlamentin cəmi 145 iclası olmuşdu. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq konkret tarixi şəraiti nəzərə alaraq kənd ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdir. Bütün bu qanunlar və qərarlar nəticə etibarilə hakimiyyətin 3 qolunun qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdir. Birinci Dünya Müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərində yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanılmasına və ordu quruculuğu məsələsinə yönəltmişdir. Qeyd olunmalıdır ki, parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri bir qayda olaraq həmrəylik və yekdillik nümayiş etdirdilər. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açıldı. Kənd yerində xəstəxana və felçer məntəqələri şəbəkəsi yaradıldı. Yolxucu xəstəliklərə qarşı mübarizə aparıldı. Buna baxmayaraq parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi qeyd etmək lazımdır. Milli Universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyasının yaşanmasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Ölkədə elm və təhsilin inkişafı xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti, parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətlənməsinə xüsusi səy göstərdi. Bu zaman Azərbaycan parlamenti hökumətinin təklifinə əsasən 100 nəfər Azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xüsusi ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə 5 nəfərdən Mehdi bəy Hacıniski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdul bəy Əfəndiyev ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada vətəndaş müharibəsi başladığı üçün təhsil almağa gedə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti hökuməti ölkənin başçının üstünə alan xarici müdaxilə təhlükəsini soruşturmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Topçubaşovun başçılığı ilə Paris Sülh Konferansına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdir. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de facto tanınmasına nail olsa da 11-ci Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsi ilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentə təsdiq olunmuşdur. Azərbaycan parlamenti və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini daim özünə cəlb edən məsələlərdən biri də yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da Ermənistan hökumətinin böyük
ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətini normal məcraya yönəltmək mümkün olmamışdı. Cumhuriyyət dövründə Azərbaycan parlamentçiliyi ənənələri getdikcə möhkəmlənir və inkişaf edir. Həm müasir parlament mədəniyyəti formalaşırdı. Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdi ki, bunun da onu Azərbaycan Milli Şurasının 27 may 19 noyabr 1918-ci il, 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrdə 7 dekabr 1918-ci il, 27 aprel 1920-ci il olmuşdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi, təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilliyi iştirak edirdi. Parlamentin müzakirəsində 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir. Özü də yalnız 3-cü oxunuşdan sonra qəbul olunurdu. Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə Azərbaycan Parlamentinin nakazı, təlimatı əsasında idarə olunurdu. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi. Milli Məclisi məmləkətin bütün sinif və millətini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisinin etimadını qazananda qalır, trəndə düşürdü. Ortada hakim olacaq vasitə, vəzifə yox idi. Parlament hakimi mütləq idi. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatı nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideyalarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildi. Azərbaycan xalqının tarixində ilk parlament respublika olan Azərbaycan Xalq Cumhuriyyəti eyni zamanda bütün şərqdə, o cümlədən Türk İslam dünyasında ilk demokratik, hüquqi və dünyavi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cumhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.